Yanvarın 21-də gözlənilən hava şəraiti açıqlanır. Milli Hidrometeorologiya Xidmətindən AZA verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2 şaxtadan 1 dəqiq isti, gündüz 2-4 isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var, gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 şaxta, gündüz 3-6 isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 17-22 şaxta, gündüz 3-8 şaxta olacaq. Əsasən dağlıq və dağ ətəyi rayonlarda yollar buz bağlayacaq.